Hörmətli dinləyicilər, əziz müəllimlər, valideynlər məktəbimizin dəyərli şagird kollektivi. Bugün efirə yüksələn səs adi bir informasiya axını deyil. Bu səs yaddaşın səsidir, tarixin səsidir, vicdanın və mənəvi borcun səsidir. Elə günlər var ki, təqvimdə sadə bir tarix kimi görünür, lakin milli yaddaşda əbədi iz buraxır. Elə insanlar var ki, bir ömürlük həyat yaşamasalar belə, bir millətin taleyində silinməz yerlər buraxır. Bugünkü radio buraxılışımız məhz belə bir taleyin, belə bir ömrün və belə bir ucalığın xatirəsindən sıralanır. Mən Lənkəran rayonu Yuxarı Vəddi Kəntan Orta Ümumi Təhsil Məktəbinin radiosu olan Gələcəyin İşığı FM-in aparıcısı, məktəbimizin 9B sinif şagirdi Nuray Mahmudov. Bugünkü geniş və xüsusi buraxılışımızda 16 yanvar Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Rövşən Əbdülhüseynoğlu Abdullayevin doğum günü münasibəti ilə sizinlə birlikdə bir qəhrəman ömrünü nəzər salacaq, şəhidlik mərhumunun milli şuurumuzdakı yerini dəyərləndirəcəyəm. Hörmətli dinləyicilər, şəhidlik anlayışı Azərbaycan xalqının tarixi və mənəvi yaddaşında ən ali zirvələrdən biridir. Elmi və fəlsəfi baxımdan şəhidlik vətən, xalq və dövlət uğrunda həyatını fəda etmiş insanların mənəvi ucağı məqamıdır. Bu anlayış təkcə dini və emosional məna daşımır. Eyni zamanda milli təhlükəsizlik, dövlətçilik və vətəndaşlıq şüurunun formalaşmasında fundamental rol oynayır. Əbdülhüseynoğlu Abdullayev 16 yanvar 1969-cu ildə Lirik rayonunda anadan olmuşdur. O, Azərbaycan torpağının yetirdiyi minlərlə igid oğullardan biri idi. Lakin onun minlərlə həmyaşıdığından fərqləndirən əsas cəhət vətən qarşısında ən ağır anda geri çəkilməməsi, canı bahasına torpağa sahib çıxması oldu. Tarixi mənbələr və rəsmi sənədlər sübut edir ki, Qarabağ müharibəsi Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı ən çətin və taleyyüklü mərhələlərdən biri olmuşdur. Əziz dinləyicilər, 1-ci Qarabağ müharibəsi təkcə hərbi qarşıdurma deyil, eyni zamanda milli iradənin, xalqın dözümlülüyünün və vətən sevgisinin sınağı idi. Minlərlə Azərbaycan övladı bu müharibədə şəhid oldu, minlərcə ailə övlad acısı yaşadı. Statistik məlumatlara əsasən 1-ci Qarabağ müharibəsində Azərbaycan minlərlə şəhid vermiş, 10 minlərlə vətəndaş sağlamlığını itirmişdir. Bu itkilər xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Abdullayev də həmin qanlı müharibənin şəhidləri sırasında yer alaraq öz adını Azərbaycan tarixində qızıl hərflərlə yazdırmışdır. Onun həyatı və mübarizə yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidin adı yalnız bir insan adı deyil, həm də bir amalın, bir ideyanın simvoludur. Azərbaycan Respublikasının dövlət siyasətində şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı milli dəyərlərə verilən önəmin göstəricisidir. Dövlətçilik baxımından bu yanaşma vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların adlarının məktəblərdə, küçələrdə, müxtəlif ictimai məkanlarda yaşadılması, milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Milli qəhrəman adı təsadüfən verilmir. Bu ali ad Azərbaycan dövlətinə və xalqın misilsiz xidmət göstərmiş şəxslərə təqdim olunur. Rövşən Abdullayevin milli qəhrəman adına layiq görülməsi, onun göstərdiyi şücaətin, fədakarlığın, vətənə sədaqətin rəsmi təsdiqidir. Əziz dinləyicilər, şəhidlərin doğum günlərinin qeyd olunması, hüzünlə yanaşılması, qürur hissi də yaradır. Çünki tarixlər bir ömür yarımçıq qaldığı gün deyil, əksinə əbədiyyətə qovuşduğu gündür. Rövşən Abdullayevin doğum günü bizə xatırladır ki, vətən sevgisi insan ömrünün ölçüsünü dəyişir. Onu zaman anlayışından çıxararaq tarixə çevirir. Gənc nəsil olaraq bizim üzərimizə düşən əsas vəzifə bu qəhrəmanların şəhid yolunu unutmaq deyil, onu dərindən öyrənmək və nəticə çıxarmaqdır. Təhsil prosesində milli mənəvi dəyərlərin aşılanması məhz bu məqsədə xidmət edir. Şəhidlərimizin həyat hekayələri vətənpərvərlik tərbiyəsinin ən təsirli vasitəsindən biridir. Hörmətli dinləyicilər, vətənə xidmət anlayışı yalnız döyüş meydanı ilə məhdudlaşmır. Elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət də vətənə xidmət formasıdır. Lakin unutmamalıyıq ki, bu imkanlar bizə məhz şəhidlərimizin fədakarlığı sayəsində qismət olmuşdur. Bu baxımdan hər bir uğurumuzun arxasında şəhid qanı ilə yazılmış tarix dayanır. Rövşən Abdullayevin həyat yolu bizə göstərir ki, vətən sevgisi sadəcə bir hiss deyil,
konkret davranış və qərarlara sübut olunan dəyərdir. O, bu dəyəri öz həyatı bahasına təsdiqləmişdir. Bu isə şəhidlik anlayışının ən ali mənəvi pilləyə yüksəldir. Əziz dinləyicilər, bugün müstəqil Azərbaycan dövləti güclü orduya, sabit siyasi sistemə və inkişaf edən iqtisadiyyata malikdir. Bu reallıqlar təsadüfi deyil. Bunlar məhz şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə edilmiş nailiyyətlərdir. Tarixi proseslər göstərir ki, müstəqillik ən çətin qorunan dəyərdir və bu dəyərin qorunması üçün milli həmrəylik əsas şərtdir. Məktəb radiosu olaraq bu mövzuların işıqlandırılması bizim mənəvi borcumuzdur. Gələcəyin işığı, FM-in əsas missiyası gənc nəsildə vətəndaşlıq şüurunun, tarixi yaddaşı və milli kimliyin formalaşmasına töhfə verməkdir. Bugünkü buraxılışımızda həmin missiyanın tərkib hissəsidir. Hörmətli dinləyicilər, sonunda bir daha qeyd etmək istəyirəm ki, Rövşən Hüseynoğlu Abdullayev kimi qəhrəmanların xatirəsi yaşadıqca Azərbaycan xalqı daha güclü olacaq. Şəhidlərimizin ruhu qarşısında ən böyük ehtiramımız onların uğrunda can verdiyi dəyərlərə sadiq olmaq qalmaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik. Onlar bizim qürurumuz, bizim əbədi qəhrəmanlarımızdır. Gələcəyin İşığı FM radiosunun davasında səslənən bu xüsusi buraxılışla mən, Nuray Mahmudova, sizi bir daha milli yaddaşımıza sahib çıxmağa, şəhidlərimizin xatirəsini daimicə tutmağa, vətənə layiqli vətəndaşlar kimi yetişməyə səsləyirəm. Diqqətinizə görə təşəkkür edir. Hər birinizə sülh, əmin-amanlıq və bütövlük arzulayıram. Yeni görüşlərə.